Hı. Aha, deməli şagirdlər, bugün keçirik sizlə Azərbaycan dilindən dil haqqında məlumat, eyni zamanda yazı və onun növləri, bir də normalar anlayışını. Təbii ki, bir də əlavə olaraq vasitəli, vasitəsiz nitqi inşallah öyrənəcəyik bugün. E, Başlayaq dil haqqında ümumi məlumata. Ə, Deməli uşaqlar, dil nədir? Ümumiyyətlə burada olan baxın hansı ki bu fikirlərin hamısı demək olar ki, nəzəriyyə sualı kimi sual yəni imtahana düşə bilir. Məsələn, dil haqqında doğru fikirləri seçin deyir. Bax bu şəkildə düşə bilir. Məsələn uşaqlar, nə deyəcəyik biz dil haqqında? Ümumiyyətlə bilirik ki, dil insanlar arasında dedik ən mühüm ünsiyyət vasitəsidir. Ən mühümü nədir? Dildir uşaqlar. Yəni insanlar ilk növbədə bir-birləri ilə dil vasitəsilə əlaqə yaratmışlar deyir və yadda saxlamaq lazımdır ki, dil insan cəmiyyətində yaranır. Bu nə deməkdir? Ümumiyyətlə bilirsiniz ki, uşaqlar, insan şuurlu varlıqdır. Yəni bir insanın hadisələri, əşyaları adlandırmaq üçün, yəni onlar haqqında danışmaq üçün, ünsiyyət qurmaq üçün ilk öncə şuurunun olması lazımdır. Məsələn, fikir verirsiniz, cansız əşyalarda şuur yoxdur və yaxud heyvanlarda şuur insanlar kimi yoxdur. Buna görə də uşaqlar, bilirsiniz, onlar rabitəli nitqə keçə bilmirlər. Yəni bizim kimi danışa bilmirlər. Onların ünsiyyətləri sadəcə instinktdir. Yəni məsələn, deyə bilərsiniz ki, müəllimə, məsələn, tutuquşu danışır axı. Tutuquşun danışmağı da bir instinktdir uşaqlar. Yəni nədir? Sonradan əzbərlədilən şeyi şuursuzca təkrarlayır. Amma insanda olan, məsələn, biz fikir verirsiniz, biz dünyaya gələndə, həmən gəldiyimiz anda hələ beynimiz tam inkişaf eləmədiyindən, şuur da tam inkişaf etmədiyinə görə biz nə edirik? Deməli, sadəcə onu bilirik ki, qarnımızı doydururuq, acanda ağlayırıq, narahat olanda ağlayırıq və salam. Yəni, onu hələ tam inkişaf etmədiyinə görə biz danışa bilmirik. İnsanlarla ünsiyyət qura bilmirik, hadisələri adlandıra bilmirik. Buna görə də dil, həm də fikir verirsinizsə, məsələn, bir uşaq hələ çox danışa bilməyəndə bəzən deyirlər ki, ondan çox ünsiyyət qurun və yaxud bağçaya qoyun düzələcək. Bax, buna görə deyirlər ki, insan cəmiyyətində formalaşır dil. Yəni, bir-biri ilə ünsiyyət qurduqca, əlaqəyə girdikcə, söz deməyə çalışdıqca artıq dilimiz inkişaf edir. Bu mənada deyir ki, dil insan cəmiyyətində yaranır. Ondan kənarda dil mövcud ola bilməz. Məhz deyir, cəmiyyət daxilində yarandığına görə də dilə biz ictimai hadisə deyirik uşaqlar. Niyə ictimai hadisədir? Çünki cəmiyyət daxilində yaranır dil. Və dilin yaranması üçün ən vacib şərtlərdən biri uşaqlar insanın bədəninin fizioloji quruluşudur. Yəni Allah-u Teala bizə elə bir formada bədən quruluşu veribdir ki, biz məsələn doğru danışmaq üçün biz bilirik də danışıq səslərini keçmədən qabaq danışıq üzvləri onları yaradır demişdik. Və danışıq üzvlərimiz hardan başlayır? Ağciyərlərdən başlayır, yuxarı doğru şaquli şəkildə davam edir. Ağciyərlər, nəfəs borusu, utlaq, qırtlaq, burun boşluğu, ağız boşluğu, səs telləri, dodaqlar və s. Bunlar danışıq üzvlərimizdir. Yəni bizim bədənimiz şaquli formada danışıq aparatımız deməli yerləşdirildiyi üçün biz dik gəzdiyimiz zaman, daha şux dayandığımız zaman danışığımız daha rahat olur. Bu mənada deyir ki, bəli, dilin yaranması üçün əsas vasitə insanın bədəninin fizioloji quruluşudur. Allah qorusun, məsələn, ağciyərdə problem olarsa, bu danışıq aparatlarımızın hər hansı birində problem olarsa, biz danışıq səslərini ifadə edib sözü deyə bilmərik. Bu mənada deyir ki, ən vacib şərt orqanizmin fizioloji quruluşu və bugünkü vəziyyətdə formalaşmasıdır. Və orqanizmin şaquli şəklə düşməsi də danışıq üzvləri, yəni səs aparatının formalaşdırır. Eyni zamanda insanın dik yeriməsi, başının daim dik qala bilməsi də danışmağımız üçün şərait yaradır.
Və bilirik ki, ağciyərlərdən gələn hava axını danışıq səslərinin tələffüzünü təmin edir və insan bədəninin şaquli şəklə düşməsi əməklə məşğul olmaq üçün də bizə şərait yaradır. Və əməklə məşğul olduqca da bizim şuurumuz inkişaf edir uşaqlar. Ən ali orqan olan beyni formalaşdırır və beyin də şuurun yaranmasında əsas vasitədir. Və beləliklə düşünən beynin məhsulu olan şuur əmələ gəlir. Biz əməklə məşğul oluruq, beynimiz düşünür, fikirləşir. Sonra da şuur təfəkkür yaranır. Ona görə məsələn deyirlər ki, məsələn indi bəzi oyuncaqlar var, legolardır, puzzle'lardır. Məsələn bunlar niyə 3-4 yaş uşağa daha çox tövsiyə olunur? Çünki beyni möhkəmləndirir. Və böyük möhkəmləndikcə, məsələn, hər fiquru uyğun yerinə qoyduqca nə olur? Şuurumuz başlayır inkişaf eləməyə. Düşünürük artıq, beyin düşünür və şuur yaranır ki, bəli, bunu bura qoysa daha uyğun olar. Və yaxud o yaş uşaqlarda nə edirlər? Rəngləri uyğunlaşdırmaq üçün ayrıca qablar qoyub, eyni rəngdə olanları deyir, ora at. Və təbii ki, bu bizim bu əməklə məşğul olmamız şuurumuzu gelişdirir. Uşaqlar, bu mənada da dilimizin əsas yəni yaranmasına bu vasitələr kömək eləyir. Buna görə də deyirik ki, dilin və şuurun yaranması vahid ictimai prosesi təşkil edir. Eyni zamanda dilin yaranması üçün də orqanizmin fizioloji cəhətdən müəyyən şəkildə formalaşması vacibdir kimi sözlər düşsə doğru götürürük. Və uşaqlar, bir də nəyi yadda saxlayırıq ki, bunu dedikdə əsas nə nəzərdə tutulur? İnsan bədəninin şaquli şəklə düşməsi, danışıq üzvlərimizin formalaşması, bir də şuurun daşıyıcısı olan beynin inkişafı. Bunlar dili yaradan uşaqlar əsas nələrdir? Vasitələrdir. Eyni zamanda bu bayaq mən dediyim məsələdir deyə indi deməyəcəm, instinkt məsələsi. Daha sonra bizə nə lazımdır buradan? Bax bu məsələ. Uşaqlar, dildir, irqi və irsi cəhətlərlə bağlı deyil. Yəni insanın üzünün quruluşu, saçının rəngi, dərisinin rəngi onun dilinə təsir eləmir. Yəni məsələn, bir zənci balasını gətirib Azərbaycanda yetişdirərsək biz, doğulduğu andan etibarən, bu uşaq yəni artıq beyni burada inkişaf eləyəcək, şuuru burada gəlişəcək və biz necə hadisələri, əşyaları adlandırdıqsa, o da elə adlandıracaq. O da Azərbaycan dilində danışacaq. Və yaxud da bir bizi aparıb qoysaydılar anadan ondan zəncilərin içərisinə, biz artıq avtomatik olaraq onların dilində danışacaq idik. Buna görə deyirik ki, dil irqi və irsi cəhətlərlə bağlı deyil. Yaxşımı? Və yəni burada da deyir ki, körpə vaxtında ayrılıb yad bir mühitə düşən insan yad dildə yox, öz doğma dilində danışmalı olardı. Bu nə demək istəyir? Deyir ki, dilin valideynlərdən uşağa irsən keçməsi mütləq deyil, deyir. Əgər belə olsaydı, deyir, harda böyüyürsəksə böyüyək, valideynimiz Azərbaycanlıdırsa, biz Azərbaycanca deyə danışacaq idik. Təbii ki, bu yanlışdır. Məsələn, mənim özüm başqa bir ölkədə doğulmuşam. Təzə dil açanda uşaqlar ancaq rus dilində danışırdım. Və ondan hardasa 1-2 il sonra Azərbaycana gəldik. Mən artıq Azərbaycanda kim mənə nə deyirdi başa düşmürdüm və başa düşmədiyim üçün oturub ağlayırdım. Hər şeyə ağlayırdım. Yemək istirdim, ağlayırdım, çay istirdim, ağlayırdım. Demək ki, bu belədir də, yəni fərqi yoxdur. Harada yetişiriksə, bax oranın dilini mənimseyirik. Qismətdə də gəldim, Azərbaycan dili müəllim oldum. İndi davam eləyək. Dilin funksiyalarına uşaqlar keçirik. Dilin hansı funksiyaları var? Bax, dil insanlar arasında ən zəruri ünsiyyət vasitəsidir. Dil ən zəruri ünsiyyət vasitəsi olsa da, cəmiyyətdə ünsiyyətə xidmət edən başqa vasitələrimiz də var. Məsələn, musiqi də ünsiyyətə xidmət edir. Bəzən biz bir musiqi ilə də nəyisə, kimlənsə musiqi vasitəsilə ünsiyyət qura bilirik. Və yaxud rəsm əsərləri ünsiyyətin bir vasitəsidir. Məsələn, rəssam bizə nəzərə çatdırmaq istədiyi fikri rəsm şəklində bizə göstərir və biz onu anlamağa çalışırıq. Və yaxud başqa sənət növləri buna aid ola bilər. Eyni zamanda elə vasitələr də var ki, bunlar konkret şərti məzmun daşıyır. Onların köməyi ilə bir-birimizi başa düşə bilirik. Məsələn, yol hərəkət qaydalarıdır uşaqlar. Görürsünüz, yolda heç kim bizdən danışmır ki, biz o işarələrə baxaraq hardan, hara, necə gedəcəyimizi anlayırıq. Demək ki, bunlar da ünsiyyətə xidmət edən vasitələrdir. Və
və yaxud da ki, gəmilərdə bayraqlarla verilən siqnallar, müxtəlif jestlər, yəni əl-qol hərəkətləri, mimiklər, yəni üz əzələlərinin hərəkətləri, bir çox simvollar, yəni rəmzi mənalar da ünsiyyətin vasitələridir. Amma bunlardan ən çeviki nədir? Uşaqlar dildir. Dillə edilən ünsiyyətdir. Lakin təbii ki, bunlar ünsiyyətə xidmət edən köməkçi vasitələrdir. İnsanların bir-birini başa düşməsində, əlaqə yaratmasında heç bir şey demək olar ki, dili əvəz eləyə bilməz. Və dilin ünsiyyət imkanları səviyyəsinə qalxa bilməz. Bir var ki, mən sizə nəzərdə çatdırmaq istədiyim fikri rəsmlə göstərirəm. Bir də var, birbaşa onu sözlə deyirəm bir saniyənin içərisində. Hansı daha rahatdır? Təbii ki, söyləmək rahatdır. Daha sonra yalnız dil vasitəsilə insanlar bir-birlərini asanlıqla başa düşürlər, fikirlərini bir-birinə çatdırırlar. Buna görə dil ən mükəmməlidir. Daha sonra uşaqlar, dil haqqında bu qədər. Keçdik yazı haqqında məlumata. Yazı insanların artıq ümumiyyətlə uşaqlar cəmiyyətin müxtəlif mərhələlərində biz insan yarandı, tutaq ki, dil yarandı, inkişaf elədi, bunlar bir-birinə ünsiyyət yaratdılar. Amma birazdan bu insanlar çoxalırlar. Çoxalan insanlar eyni əraziyə artıq sığmırlar, başqa yerlərə gedirlər. Biraz aralaşırlar bir-birindən. Təbii ki, müəyyən kilometr gedəndən sonra biz bir-birimizə səsimizi çatdıra bilirikmi? Xeyr, çatdıra bilmirik. Və buna görə də bu kimi məqamlarda insanların fikirlərini bir-birlərinə çatdırmaqdan ötürü müxtəlif vasitələr yaranıb. Bunlardan biri də nədir? Yazıdır uşaqlar. Yazı ümumiyyətlə dildən sonra yazı yaranıb və yazının ilk forması da uşaqlar şəkli yazıdır. Belə ki, artıq deyir, biz ilk öncə bir-birimizə məlumatı çatdırmaqdan ötürü əstəğfurullah, çox üzr istəyirəm, əşyəvi yazıdan istifadə eləmişik. Əşyəvi yazıdan sonra biz şəkli yazıya keçmişik. Şəkli yazıdan sonra keçmişik biz ideoqrafik fikri yazıya. Fikri yazıdan sonra keçmişik biz hərfi yazıya. Yəni hərfi yazı da özündə birləşdirir sillabik yazı. Yəni heca yazısını, bir də hərfi yazı, yəni fonoqrafik yazı hər bir hərfin bir səs ilə ifadə olunduğu hazırki istifadə etdiyimiz yazı. Deməli uşaqlar, yazının ilkin mərhələsini təşkil eləyir dediyi əşyəvi yazı. Yəni insanlar bir-birləri ilə ünsiyyət yaratmaqdan ötürü əşyaların köməyindən istifadə eləmişlər. Məsələn, burada da misal olaraq göstərir. Məsələn, indi uşaqlar əşyəvi yazı yoxdurmu? İndi də əşyəvi yazımız var. Məsələn, tutaq ki, gedirik, məsələn, çörək mağazasına, vitrində çörəyin özünün yığıldığını görürük. Bax, heç orada satıcıdan çörək var deyə soruşmadan özümüz çörəyi görüb, oradan alıb gətirib sadəcə sakit şəkildə ödəniş edib gedirik. Buradakı çörəyin ora qoyulması əşyəvi yazıya misaldır uşaqlar. Yəni, bu əşya burada satılır deməkdir. Və yaxud da ki, bütün mağazalarda, paltar mağazaları, ayaqqabı mağazaları, gedirik vitrinlərə bu ayaqqabıları düzüblər. Yəni, bu ayaqqabını buradan ala bilərsiniz, bu burada satılır deməkdir. Bunlar əşyəvi yazıya misaldır. Həm əşyəvi yazı ilk yaranan yazımızdır, həm də demək olar aktualdır. Bütün dövrlərdə və hal-hazırda da biz geniş bundan istifadə edirik. Və yaxud da ki, ət dükanının qabağına gedirsən, ətin orada deməli soyulub asılması. Yəni, bu əşya burada satılır deməkdir. Bu da olacaq əşyəvi yazı uşaqlar. Bəs bundan keçmişdə necə istifadə ediblər? Keçmişdə bu şəkildə olub. Məsələn, burada misal olaraq verib ki, İran hökmdarı deyir, Dara, ulu babalarımız olan deyir, İskitlərin üzərinə hücum eləyərkən onlardan belə bir məktub alır. Yəni, İskitlər onlara bir məktub göndərir. İskitlər bir qabın içərisində canlı quş, qurbağa, onların yanında 5 dənə ox göndərirlər. Farslar da bu məktubu belə oxuyurlar. Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz. Belə yazıdan da nağıllarımızda dedik geniş istifadə olunur əşyəvi yazıdan. İlk yazılı ünsiyyəti əşyalar vasitəsilə olubdur dedik insanların. Ona görə də yazının ilk mərhələsi əşyəvi yazı hesab edilir. Yaxşı mı uşaqlar? Əşyəvi yazını inşallah ki, anladınız nə deməkdir. İndi keçirik şəkli yazımıza. Bu bizim ikinci. Elə bil ki, uşaqlar şuur inkişaf etdikcə, artıq texnologiya, inkişaf elədikcə, zaman keçdikcə yazının digər növləri yaranır. Daha təkmilləşmiş versiyası əşyəvi yazının şəkli yazı idi. Artıq rəsm çəkməyə başlayır insanlar.
Şəkli yazı nə deməkdir uşaqlar? Şəkli yazı birbaşa şəklinin çəkildiyi əgər əşyanı, obyekti ifadə edirsə, bu şəkli yazıdır. Şəkli yazı ilə ideoqrafiki bərabər deyəcəm, çünki müqayisəli şəkildə demək lazımdır bunu, çünki bənzəyir bir-birinə. İdeoqrafik yazı isə uşaqlar fikri yazıdır, daha təkmilləşmiş versiyasıdır şəklidən sonra. İdeoqrafik yazıda müəyyən simvollar, işarələr vasitəsilə biz həmin əşyaya baxıb, sırf o əşyanı yox, onun ifadə etdiyi rəmzi mənanı anlayırıqsa, bu ideoqrafik yazıdır. Məsələn, uşaqlar, sizə bir misal verim. Məsələn, üzük. Əgər üzüyü zərgər mağazasının üzərində görsəniz, birbaşa o üzüyü ifadə eləyirsə, fikir. Yəni, burada bu üzüklərdən satılır deyilirsə, bu şəkli yazıdır uşaqlar. Amma üzüyü sən Şadlıq sarayının üzərində görsən, orada üzük satılır demirik ki, orada iki üzük hansı anlamı ifadə eləyir? Rəmzi məna olaraq. Evlilik, toy, nişan anlamını ifadə edir. Həm Şadlıq sarayının üzərindəki üzüklər olacaqdır. Üzüklərin şəkli yenə də o şəkil vasitəsilə verilir deyə mən bu müqayisəli deyirəm. Bu zaman bu olacaq ideoqrafik fikri yazı. İndi baxın, buradan sizə nümunələr də veriblər. Məsələn, uşaqlar, deyir ki, ayaqqabı dükanının vitrinində və ya qapısında ayaqqabı şəkli. Bax, vitrində ayaqqabının özünün olması əşyəvidir. Amma ayaqqabı mağazasında şəkli, bu şəkli yazıdır. Daha sonra uşaqlar, məsələn, tutaq ki, nə deyə bilərik biz? Məsələn, ağlıma bir şey gəldi, nəysə, davam eləyək, yenə gələcək deyərəm. Məsələn, çörək dükanının qabağında çörək şəkli, burada birbaşa o şəkildəki əşyanın satılmasına görə şəkli yazıdır və yaxud meyvə tərəvəz dükanının qabağında meyvə tərəvəz şəklinin olması şəkli yazıdır. Sonra kebabxananın qabağında şiş üzərində kebab, demək ki, burada kebab verilir deməkdir, şəkli yazıdır. Və yaxud uşaqlar, bax, nə gəlmişdi, onu deyim. Məsələn, günəş şəkli uşaqlar. Görsəz bir yerdə, əgər o günəş birbaşa günəşin özünü ifadə eləyirsə, şəkli yazıdır. Amma işıq, nur anlamındadırsa, məna olaraq işıq, nur mənasını verirsə, bu ideoqrafik fikri yazıdır. Daha sonra uşaqlar, davam edək. Sonra, məsələn, ilan. Əgər heyvanlar nümayiş etdirildiyi bir yerdə ilanın şəklini görsəniz, yəni burada bu ilan da nümayiş etdirilir deməkdir. Bu şəkli yazıdır. Amma apteklərdəki o kasaya sarılan ilanı görsəniz, bu ilk dərman ilan zəhərindən hazırlanıb anlamını versin deyə bunu qoyublar ora. Birbaşa o ilanı ifadə etmədiyi üçün bu olacaq ideoqrafik fikri yazı. Yaxşı mı uşaqlar? Daha sonra, bax, yeməkxananın mətbəxinin üzərində buğlanan qazan və aşpaz şəkli. Yəni, burada yemək bişir deməkdir. Bu da şəkli yazıdır uşaqlar. Mebel təmiri sexindən mebelin şəklinin olması birbaşa mebel ifadə edirsə şəklidir. Yəni, şəkildəki birbaşa həmin əşyanı ifadə edirsə şəklidir. Həmin əşyanın rəmzi mənada başqa anlamda deyirsə, artıq həmin əşyanın ifadə etdiyi rəmzi mənanı deyirsə, bu ideoqrafik fikri yazıdır. İnşallah ki, anlaşıldı. İndi gərək uşaqlar, bax, ideoqrafikə veribdir misallar. Məsələn, uşaqlar, yol hərəkəti qaydaları. Bəli, bu da fikri yazıdır. Sonra, kimyadakı elementlər. H2O, nə bilim, kalsium xlor, bunlar natri xlor, bunların hamısı nədir? Bunlar da fikri yazıdır. Sonra, nə bilim, nəqliyyat vasitələrindəki əyləc və dönmə işıqları, bunlar da fikri yazıdır. Sonra, svetoforun işıqları fikri yazıdır. Bayrağımızdakı rənglər fikri yazıdır. Sonra, yəni ideoqrafik yazıdır. Sonra, gerbin üzərindəki şəkillər, bu da fikri yazıdır. Dövlət bayrağımızdakı rənglər, bunu dedik, fikri yazıdır. Sonra, məsələn, xəritədə o sümbül şəkli, müxtəlif bölgələrdə sümbül, meyvə tərəvəz, heyvan şəkillərinin olması xəritədə. Bu da fikri yazıdır. Birbaşa o heyvanı bildirmir ki, burada maldarlıqla təşkil olunur deməkdir. Xüsusi bir məna, onunla bağlı məna bildirir deyə biz buna fikri yazı deyirik. Və yaxud göyərçinin sülh rəmzi bildirməsi fikridir. Amma göyərçinin, məsələn, qurş satılan mağazadakı şəkli yazı olardı. Sonra, qara ceybin əgər yas məzmununu ifadə edirsə, bu fikri yazıdır. Sonra, səməninin bahar mənasını bildirməsi fikri yazıdır. Oldu mu?
Sonra hərbi geyimlər uşaqlar fikri yazıdır. Sonra Azərbaycan dilində o kök, leksik şəkilçi, qrammatik şəkilçi işarələri fikri yazıdır. Mübtəda, xəbər, təyin, tamamlıq, zərfliyin xəttləri fikri yazıdır. Sonra riyaziyyatdakı böyükdür, kiçikdir, bərabərdir, üstəgəl, minus işarələri fikri yazıdır. H2O filan elementlər fikri yazıdır. İnşallah ki, bunu da anladıq. Daha sonra bu fərqləndirmə hissəsini artıq özünüz oxuyarsınız. Mən bayaqdan bunları çox fərqləndirmişəm. Ona görə də indi deməyəcəm. Bir dənə bu sondakını deməmişəm. Ona görə gəlin onu deyim. Deyir ki, ata hərbi xidmətdə olan oğluna bağlama arasında kiçicik dövlət bayrağı, sərhədi qırmızı xətlə göstərilən deyir, dövlət xəritəsi, qılınc və qalxan göndərərsə, əgər bu əşyaları göndərərsə, bu əşyəvi yazı hesab olunur. Yəni, dövlət bayrağını uca tut, sərhədini və bütövlüyünü qoru deməkdir, deyə fikri yazıdır. Sonra hərfi və fonoqrafik yazıya keçirik. Daha ən çevik formasıdır yazının, deməli, fonoqrafik yazı. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı hissələri ifadə olunur və Orxon Yensey hövzələrində tapılan türk əlifbası hərfi yazı nümunəsidir, uşaqlar, yadda saxlayın. Və hazırda dünyanın hər yerində hərfi yazıdan istifadə olunur. Məsələn, hal-hazırda bizim istifadə etdiyimiz əlifbamızda hərfi, fonoqrafik yazıdır, uşaqlar. Hərfi yazının ilkin mərhələsinə bir neçə səsi bir işarə ilə veribdilər, ilkin mərhələsində. Yəni, məsələn, bir neçə hecanı bir işarə ilə veriblər. Bu, sillabik yazı, heca yazısıdır. Daha sonra, daha da təkmilləşəndən sonra hər bir hərf bir səslə göstərilir. Fonoqrafik yazı yaranıbdır. Daha sonra bugün uşaqlar bu hərfi yazı ən çevik forma olsa da bilirik ki, demək olar yazının bütün növlərindən geniş şəkildə bizdə yenə də istifadə olunur, amma təbii ki, ən çevik, ən rahat olanı hərfi yazıdır. Və salam, uşaqlar, keçdik normalara, ədəbi dilin normalarına. Deməli, uşaqlar, bildiyimiz kimi normalar müasir Azərbaycan dilinin ümumiyyətlə onun dəyişməzliyindən, sabitliyindən irəli gələn mükəmməl sabit normaları var dedik. Yəni, Azərbaycan ədəbi dilinin mükəmməl normaları var. Ümumiyyətlə, biz bilirik də, əgər ədəbi dil deyiriksə, normalara, qayda qanunlara uyan dildən söhbət gedir, uşaqlar. Və Azərbaycan ədəbi dili dilin fonetik, leksik, qrammatik normalarına uyulması ilə yaranır, tənzimlənir. Bu mənada fonetik norma özündə birləşdirir orfoepik və orfoqrafik normaları, leksik norma sözün düzgün yerində işlədilməsini təmin eləyir, qrammatik norma isə deməli, əsasən şəkilçilərin və də bəzi sözlərin tək və cəmliyinin doğru yerində işlənməsi ilə tənzimlənir, uşaqlar. Yəni, ilk öncə fonetik normadan başlayaq. Fonetik norma, uşaqlar, yadda saxlayın ki, deməli, məsələn, ümumxalq dilində bilirik ki, bir söz müxtəlif formalarda işlənə bilər. Amma ədəbi dildə bir söz ancaq bir variantda yazılır, bir variantda tələffüz edilir, uşaqlar. Buna biz ədəbi dilin fonetik normaya uyduğu üçün biz buna ədəbi dil deyirik. Məsələn, görürsünüz, bir sözün tələffüzü hər bölgədə fərqli tələffüz edilə bilir. Amma, məsələn, şəkidə elə sözlər var ki, uşaqlar, şəklin mərkəzində bir cür tələffüz edilir, kətlərində bir cür tələffüz edilir. Buna görə də ümumxalq dilində müxtəlif olsa da bir sözün tələffüzü, ədəbi dildə bir variantda olur, uşaqlar. Və ədəbi dildə sözün düzgün tələffüz qaydası orfoepik norma ilə tənzimlənir, düzgün yazılış qaydası orfoqrafik norma ilə. Yəni, bir söz düzgün, məsələn, deyildiyi kimi yazılırsa, məsələn, yarpaq sözü, uşaqlar, yarpaq yazılır. Nə deyilir? Yarpaq deyilir. Elə deyilmi? Deməli, uşaqlar, diqqət eləyin. Deməli, əgər bu yazıldığı kimi mən deyərəmsə, yarpaqlar var yerdə deyərəmsə, bu zaman mən orfoepik normanı pozmuş olaram və dolayısıyla fonetik normamız pozulmuş olar. Əgər yarpaq deyilən formada yazaramsa, bu zaman da orfoqrafik normanı pozmuş olaram. Yəni, yenə də fonetik normamız pozulmuş olar. Amma bu qaydalar gözlənildiyində fonetik normada gözlənilir deməkdir. Yəni, doğru gözlənilir, doğrudur, yəni pozulmayıb deməkdir.
Bu mənada uşaqlar, hətta xüsusi isimlərin böyük hərflə, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdə defis işarəsinin qoyulması da fonetik norma ilə tənzimlənir. Məsələn, xüsusi isimlər tutaq ki, deyirik ki, cümlənin hansı tərəfində gəlirsə gəlsin, böyük hərflə yazılır. Əgər kiçik hərflə yazılarsa, fonetik norma pozular. Və yaxud ümumi isimlər cümlənin əvvəlində gələndə böyük hərflə yazılsa da, digər tərəflərində gələndə balaca hərflə yazılır. Yenə bu qaydaya da uyulmazsa, fonetik normamız pozula bilər. Daha sonra, məsələn, defisə yazılan mürəkkəb sözlər. Məsələn, tutaq ki, tərtəmiz sözü, bilirsiniz ki, m-pırısı ilə düzəlir və defislə yazılmır. Əgər bunu mən defislə yazaramsa, yenə fonetik normanı pozmuş olaram. Və yaxud da ki, kələk ötür sözü defislə yazılır. Mən bunu bitişik yazaramsa, və yaxud da əyri-üyrü sözü bitişik yazaramsa, demək ki, yenə də fonetik normanı pozmuş olaram. Daha sonra, fonetik normada uşaqlar yadda saxlayın ki, dəyişmə daha gec olur. Çünki bir variantda olur, lüğətlər uzun illər bu şəkildə davam edir. Təsadüfi hallarda bir-iki söz Azərbaycan dilində ildən ilə dəyişə bilir. Amma genel olaraq digər normalarla müqayisədə fonetik normada dəyişmə daha gec olur uşaqlar. Daha sonra hər bir dildə olduğu kimi yadda saxlayın ki, Azərbaycan dilimizdə də sözün uzun uzadı. Burada veribdir. Burada bir daha gəlir. Deyir ki, bax, hər bir dildə olduğu kimi Azərbaycan dilində də bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər var. Məsələn, çiyələk sözünü göstərir ki, çiyələk yazılır. Sadəcə bunlar bayaq mən dediyim kimi də hər ikisi özünə uyğun şəkildə yazılıb deyilirsə, norma pozulmur. Amma fərqli şəkildə yazıldığı kimi deyilirsə və ya deyildiyi kimi yazılırsa, burada fonetik normamız pozular. Və salam, başqa bir şey də yoxdur burada. Bir də bu, bayaq dediyim xüsusi isim, defis məsələlərinə də diqqətli olur. Fonetik normaya aiddir bu da. Sonra keçirik leksik normaya. Leksik norma isə uşaqlar, yadda saxlayın ki, bizdən nəyi tələb edir? Sözü düzgün və yerində işlətməyi tələb edir. Yəni, söz, məsələn, ta ki, deyirəm ki, məsələn, anam başımın yanında oturub mənə dua edirdi. Başımın yanında nədir? Başımın üstündə mənə dua edirdi demək olar. Baş ucumda dua edirdi demək olar. Bu şəkildə sözləri düzgün və yerində işlətməriksə, leksik normanı uşaqlar pozmuş olarıq. Məsələn, deyirəm ki, anam mənə çay tökdü. Tökdü nədir? Tökdü yox, süzdü demək daha doğrudur və əgər biz o şəkildə deyəriksə, leksik normanı pozarıq. Yəni, leksik norma nədir uşaqlar? Bizdən düzgün yazı tələffüz qaydası tələb eləmir. Bizdən sözü düzgün və yerində işlətməyi tələb edir. Buna görə də biz dilimizin leksikasına daxil olan sözləri bilməmiz lazımdır. Məsələn, dilimiz ümumiyyətlə bilirsiniz ki, zəngin leksikaya malikdir ki, belə ki, bizim dilimizdə məsələn, milli sözlərlə yanaşı Rus, Avropa mənşəli, Ərəb-Fars mənşəli sözlərimiz də var. Və bu sözlərin çoxu bir-biri ilə qarşılıq da təşkil edə bilirlər. Məsələn, uşaqlar, bir nüansı diqqətinizə çatdırıb ki, bəzən biz mətnlərimizdə belə bir suala rast gəlirik ki, çərçivə içərisində verilmiş, qara hərflərlə yazılmış və ya altına xətt çəkilmiş sözün kontekstə görə qarşılığını müəyyən edin. Uşaqlar, kontekst qarşılığı dediyimiz zaman ancaq onun əks qarşılığı və ya ancaq sinonimi nəzərdə tutulmur. Yadda saxlayın. Əgər sizdən əks qarşılığı deyərsə, bu əks sözünü işlədərsə, sən antonimini seçəcəksən. Yox, orada əks sözü yoxdursa, sözün qarşılığını ifadə edin deyirsə, sən burada artıq həmin sözü, kontekst o deməkdir ki, uşaqlar, həmin anda, həmin cümlədə, o situasiyada işlədilə biləcək söz deməkdir. Yəni, məsələn, ola bilsin ki, gözəl sözünün sinonimi göyçək sözüdür. Məsələn, deyirəm ki, anam mənə gözəl sözlərlə müraciət elədi. Bizə deyir ki, gözəl sözünün qarşılığını müəyyən edin, kontekst qarşılığını. Məsələn, variantda göyçək sözünü də verib, yaraşıqlı sözünü də tutaq ki, veribdir. Mən durub, o yaraşıqlı ilə göyçək normalda onun sinonimidir, elə. Amma nə deyirəm? Amma bəzən onun kontekst qarşılığı olmaya da bilir. Bəzən tamamilə, məsələn, başqa bir söz. Bax, ən bariz nümunə nəyə deyə bilərəm? Məsələn, normalda çiğ sözünün sinonimi bişməmiş sözü deyil, bilirsiniz.
E, Niyə? Çünki çi sifətdir, bişməmiş feili sifətdir. Biz demişdik ki, sinonimi təşkil edən sözlər eyni hissəsinə aid olmalıdırlar. Demək ki, uşaqlar, kontekst qarşılığı deyirsə, narahat olmuruq. Yəni, o anda onu əvəz edə biləcək fərqli hissəsi belə ola bilər, yəni. Frazoloji birləşmə belə ola bilər. Ona görə də leksik normaya dayanır bu da ki, biz düzgün və yerində işlədək sözləri. Daha sonra uşaqlar, məsələn, leksik norma uşaqlar hər bir şəxsdən nəyi tələb edir? Sözün mənasına bələd olmağı, onu düzgün və yerində işlətməyi, yararlanmağı bizdən tələb edir. Və hər bir söz, bilirsiniz ki, müəyyən tarixi təkamül prosesində müəyyən məna məzmun qazanır. Və yersiz təkrarlar, baxın, leksik normada yersiz təkrarlara, artıq sözlərə yer verilmir. Bunlar leksik normanı pozurlar. Məsələn, deyirəm ki, yaşlı qocalar parkda əyləşmişdilər. Ay uşaqlar, zaten qoca deyirəmsə, bu yaşlı deməkdir. Daha burada yaşlı sözünü bir də işlədirəmsə, mən yersiz təkrara yol vermiş oluram. Həm bu zaman burada leksik normamız pozulmuş olar. Deməli, bu yazılmamalıydı. Ya yaşlılar deməliyəm, ya qocalar deməliyəm tək halda. Və ya da kiçik dəftərçə. Ay uşaqlar, dəftərçədəki bu çay-çay şəkilçisi zaten onu kiçiltir. Mən burada durub bir də kiçik sözünü əlavə eləyirəmsə, bu artıq leksik normamızı pozur. Deməli ki, sözü artıq işlətmişik. Balaca körpə. Körpə zaten balaca olur. Yenə burada balaca deməyimiz leksik normanı pozur. Mənzum poema. Aşağılar, bu üçüncü qruplar bilir də, poema ancaq nəzmlə yazılır. Zaten ancaq mənzum olur. Bunun mənsur, nəsil forması yoxdur. Burada mənzum demək leksik normanı pozur. Görürsünüz, hər xırdalığa diqqət eləməliyik. Və yaxud da mənsur povest. Povest zaten ancaq nəsrli olur. Mən buna mənzum desə deyə bilmirəm ki, onsuz da. Ona görə mənsur deməyim orada leksik normanı pozur. Daha sonra uşaqlar, məsələn, davam eləyək. Bunu bayaq demişəm, başımın üstündə məsələsini. Bir də nəyi yadda saxlayın? Frazoloji birləşmələr, bədii təsir ifadə vasitələri, yəni bir sözün frazoloji birləşmə ilə ifadə olunması, bədii təsir ifadə vasitəsi ilə ifadə olunması, sözdə məcaziliyin olması norma pozuntusu deyil, ha, uşaqlar. Məsələn, mən bir şeyi anladım yerinə başa düşdüm deyirəmsə, orada mən onu frazoloji ilə vermişəm deyə başa düşməyi, orada normamız pozulmur, ha, belə bir şey yoxdur. Və yaxud da ki, bədii təsir ifadə, məsələn, deyirəm ki, o şir kimi güclüdür. Orada şir kimi sözünü işlətməyim, təşbih yaratmağım və yəni bənzətmə yaratmağım yenə də leksik normanı pozmur. Yadda saxlayın. Və daha sonra leksik normanı nələr pozur? Bax, burada çox qəşəng nümunələr də veribdir. Gəlin baxaq. Nə deyir bizə burada? Deyir ki, babamın maraqlı yaddaşına söz ola bilməzdi. Maraqlı yaddaş yerinə deyir, güclü yaddaş deməyimiz daha doğru olardı. Demək ki, söz bəzən yerində düzgün işlədilməyəndə də leksik norma pozulur. Və yaxud çayçı tez-tez çay düzəldirdi. Aşıqlar, çay düzəltmirlər, çayı hazırlayırlar. Ona görə bu düzəltmək sözünə görə leksik normamız pozulur. Və yaxud da atamın bərk baxışları məni utandırdı. Bərk baxış nə deməkdir sən canım? Nə olar orada? Sərt baxışları məni utandırdı demək olar. Sonra bıçağın üzərində cinayətkarın əlinin şəkli qalmışdı. Əlin şəkli qalmışdı da düzdür. Təbii ki, əlinin izi qalmışdı deməyimiz daha doğrudur. Və yaxud biz bu hadisəyə müdaxilə göstərmədik, yerindən müdaxilə etmədik desək daha doğru olar. Ona görə də burada artıq leksik normamız pozulmuş sayılır bu sözə görə. Yəni, bir növ o leksik normanın pozulması kobud çıxartır da, yəni sözlər düzgün görsən ki, nəsə düz yerində getmir. Və yaxud, məsələn, gəl indi bura baxın. Baxın bura. Deyir, Vahid müəllimdən sual soruşdu. Bunun yerinə sual verdi. Vahid müəllimə sual verdi deməliyik. Aşıqlar, soruşmaq bilsiniz nədir? Mən sənə sual verdim, onun cavabını soruşuram. Əgər Vahid müəllimdən nəysə cavabını soruşdu desəm, bu doğru olardı. Amma sual soruşdu deməyim yanlışdır. Yəni, Vahid müəllimə sualı verdi, onun cavabını soruşur. Ona görə burada artıq leksik normamız pozulmuş olacaq. Və yaxud da əziz insanlar, siz hər cür gözəllikdən məhkumsuz. Məhkumsuz yox, məhrumsunuz desək daha doğru olar. Buna görə leksik norma pozulur.
Bu yeməyin dadı çox müthiş idi. Uşaqlar, müthiş, vahiməli, dəhşətli deməkdir. Ona görə də deməliyəm ki, nəfis və ya ləzzətli idi demək daha doğru olar. Mən qulaqçığı telefona qoşdum deyir. Qulaqçıq yox, qulaqlıq deməyimiz lazım idi. Onun elədiklərini gözümlə görmüşəm. Bəzən biz çox işlədirik. Mən onu gözümlə görmüşəm. Qulağımla eşitmişəm. Elə deyil. Ay uşaqlar, zaten eşidəndə qulaqla eşidirik. Görəndə də gözlə görürük. Ədəbi dil buna yol vermir. Deyir ki, sadəcə ki, mən onun etdiklərini görmüşəm və yaxud da eşitmişəm. Ona görə də burada artıq təkrar olduğuna görə leksik normanı bu söz pozur. Və yaxud da şagirdlər aşağı oturun. Zaten oturanda aşağı oturan şey də yuxarı oturan şey deyil ki, ona görə də bu aşağı sözü burada yersizdir. Burada xeyli aborigenlər bizi yaxşı qarşılayır. Uşaqlar, aborigen sözünün mənası zaten yerlilər deməkdir. Ona görə bir də xeyli yox, yerli. Bir də orada yerlinin əlavə işlənməsi bəyək ki, o yaşlı qoca məsələsi kimi artıqdır. Sonra, ölkəmizin müstəqilliyi tam olaraq de facto tanındı. Uşaqlar, de facto yox, tam olaraq tanınmaq de jure deməkdir. De facto, yəni müəyyən rəsmi formada, yəni müəyyən tam tanınma deyil də de faktiki tanınır. De jure isə nə deməkdir? Tam olaraq müstəqilliyi hər tərəfli tanınır. Bir var rəsmi şəkildə bir hissə, bir də var ki, tam olaraq. Buna görə biz buna de jure deməliyik. Ona görə biz sözlərin mənasını da bilmək lazımdır. Sonra tamaşanın ilk premyerası bu gün olub. Zaten premyera ilk deməkdir uşaqlar. Ona görə burada ilk sözün işlənməsi artıqdır. Buna görə də bizim leksik normamız pozular. Və yaxud da keçən uşaqlar müəllim imtahanına düşmüşdü ki, biz gedirik şeyə düşmüşdür, güvənin müəllim imtahanına. Gedirik, məsələn, Nəsimi stansiyasına. Burada deyir, norma pozuntusu varmı? Sizcə varmı Nəsimi stansiyasına gedirik də norma pozuntusu? Deyin, görün. Varmı uşaqlar? Buyurun. Səssiz gəlmir. Nəsimi stansiyasına gedirik. Burada norma pozuntusu var. Nəsimi metro stansiyasına gedirik olmalıydı. Bəli. Metro stansiyası olmalıydı. Sadəcə stansiya deyilirsə, leksik norma pozulmuş olur. Düzdür. Aferin. Sonra gəldik qrammatik normaya uşaqlar. Yenə testlər üzərində bu işləyəndə möhkəmlənəcək inşallah. Qrammatik norma. Qrammatik norma da bizdən nəyi tələb edir uşaqlar? Şəkilçilərin düzgün yerində işlənməsi, sonra saylardan sonra ismin işlənmə qaydalarına diqqət eləmək, indi gəlin və yaxud da uzlaşma məsələlərinə diqqət eləməyi tələb edir. Gəlin baxaq. Uşaqlar, ümumiyyətlə biz bilirik ki, saylardan sonra ismin təkdə və ya cəmdə işlənməsinə diqqət etmək lazımdır. Qayda olaraq biz bilirik ki, məsələn, müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə olurlar. Məsələn, bir kitab və yaxud da iki kitab yerinə iki kitablar deyə bilmirik. Elə deyil. Demək ki, burada bizim qrammatik normamız pozular. Bir dənə istisna hansı halımız var idi? Yadınızdaydısa, 100 və 1000 sayından sonra il ismi gələrdisə, qeyri-müəyyənlik anlayışı bildirdiyi üçün orada illər işlənməsi səhv deyil demişdi. 1000 illər, 100 illər deməyi səhv deyil. Bu zaman qrammatik normada pozulmur. Yaxşı. Amma qalan hallarda müəyyən miqdardan sonra cəmdə gələrsə, qrammatik norma pozulur. Daha sonra, məsələn, qeyri-müəyyən miqdarda tutaq ki, çox, çoxludur, onlarla, yüzlərcə, bunlardan sonra həm təkdə, həm cəmdədir. Heç bir halda pozulmur qrammatik norma. Və yaxud sıra sayından sonra həm təkdə, həm cəmdədir isim. Yenə pozulmur. Amma məsələn, bir sıra sayından sonra deyirəm ki, yalnız cəmdə olmalıdır. Əgər bu təkdə verilərsə, qrammatik normamız pozulmuş olar uşaqlar. Daha sonra adlara biz bilirik ki, əvvəl isim, sifət və say və s. Yəni, feildən başqa qalan əsas nüqsələr nəzərdə tutulur. Adlara mən əvvəlcə qrammatik şəkilçi olaraq cəm, sonra mənsubiyyət, sonra hal, sonra xəbərliyi artırmalıyam. Bunların yer dəyişmə eləsəm, qrammatik normamız pozular. Məsələn, evlərimizdəndir deyəndə cəm, mənsubiyyət, hal, xəbərlik. Bu şəkildə gedirsə, norma gözlənilibdir. Yaxşılarınız
yaxşılarınızındır. Yenə burada cəm, mənsubiyyət, hal, xəbərlik gedirsə bu doğrudur. Sonra feil kökünə əvvəl təsirlik şəkilçisi, yəni təsirlilik, təsirli, təsirsiz feil var idi uşaqlar. Sonra növ şəkilçisi, sonra şəkil şəkilçisi, sonra isə şəxs xəbərlikdir artırılmalıdır. Bunlarda yer dəyişmə olarsa qrammatik norma pozular. Məsələn, dondurulmalıdır. Don təsirsiz feildir. Dır artırılır, donmaqdan dondurmaq yaranır. Deyirəm, nəyi dondur? Təsirli feil əmələ gətirdi. Sonra dondurul, məchul növün şəkilçisi gəldi. Sonra vacib şəkil, sonra xəbərlik. Və yaxud da tutaq ki, bu yoxdur. Bəzi sözlər var ki, birbaşa növ şəkilçisi artırılacaq. Növ, yəni demək istəyir ki, əvvəl leksik, sonra qrammatik şəkilçilər artırın. Sonra vacib şəkli, qrammatik, şəxs sonluğu da ən sondadır. Bunlara riayət edilməzsə qrammatik normamız pozulmuş olar. Daha sonra uşaqlar, bir də məsələn bizdə nə də inkar bağlayıcısı var ya uşaqlar. Məsələn nə gəlir, nə yazır. Biz demişdik ki, nə də işlənəndə xəbər təsdiqdə yazılmalıdır. Əgər xəbəri nə gəlmədi, nə yazmadı şəklində verərsə uşaqlar, burada qrammatik norma pozular. Keçən il imtahana da düşmüşdü bu. Elə bil ki, qəbula düşmüşdü, dimə düşmüşdü. Nə gəlmədi, nə yazmadı. Deyir ki, oradan biz nəyi çıxartsaq, deməli, qrammatik normanın pozulması halı aradan qalxar. Ya uşaqlar, bax bu cümlədən biz ya nələri çıxardacağıq, inkarlar olduğu kimi qalacaq, gəlmədi, yazmadı. Ya da nəni saxlayacağıq, inkarları çıxardacağıq, nə gəlir, nə yazır forması qalacaq. Oldu mu? Nə varsa inkar yoxdur, inkar varsa nə yoxdur. Əgər bunlar eyni anda olarsa qrammatik normamız pozular. Daha sonra mübtəda bilirsiniz ki, şəxsi və kəmiyyətə görə deməli xəbərlə uzlaşır. Şəxsə görə uzlaşma demək olar ki, pozulmur, amma kəmiyyətə görə uzlaşma üçüncü şəxsin cəmində pozula bilir. Amma burada nəyə diqqət edirik? Əgər mübtəda insan anlayışı ilə ifadə olunubdursa, mübtəda cəmdədirsə, xəbər təkdə, mübtəda təkdədirsə, xəbər təkdə olmalıdır. Yox, əstəğfurullah, mübtəda cəmdədirsə, xəbər də cəmdə, mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Əgər mübtəda cəmdə, xəbər təkdə olarsa, qrammatik norma pozular. Həm uzlaşma pozular, həm qrammatik norma pozular. Oldu mu? Bax, uzlaşmada fərqlidir. Kəmiyyətə görə uzlaşma fərqi yoxdur. Mübtəda cəmdədirsə, nə ilə ifadə olunursa olunsun mübtəda, xəbər də cəmdə olmalıdır. Xəbər təkdə olarsa, deyir ki, kəmiyyətə görə uzlaşma pozulur. Amma qrammatik normada belə deyil. Qrammatik normada insan anlayışı bildirən söz cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Xəbəri, məsələn, müəllimlər gəldilər olanda qrammatik norma pozulmur. Müəllimlər gəldi desə, artıq qrammatik norma pozulur. Gəldik heyvan və quş anlayışına. Əgər mübtəda cəmdə işlənib, heyvan və quşla ifadə olunubdursa, xəbər təkdə də ola bilər, cəmdə də ola bilər. Heç bir halda qrammatik norma pozulmur. Amma təkdə olanda kəmiyyətə görə uzlaşma pozulur. Baxın, qoyunlar otlayırlar. Burada qrammatik normada pozulmayıb, otlayır desəm də qrammatik norma pozulmayıb. Amma təkdə olanda uzlaşma pozulur. Cansız əşya ilə ifadə olunanda mübtəda, xəbər bu qrammatik normaya görə yalnız təkdə olmalıdır. Çünki cansız varlıq insan deyil ki, larlərlə deyişlənsin. Amma kəmiyyətə görə uzlaşma buna baxmır. O kör təbiiyə baxır. Deyil, cəmdə deyilsə uzlaşma pozuldu. Baxın, şüşələr sındı. Qrammatik normaya görə deməli, bu pozulmayıbdır. Görürsünüz. Amma uzlaşmaya görə deyil, pozulub. Şüşələr sındılar. Burada bu cansız olduğu üçün şüşə sözü qrammatik norma pozulubdur. Xəbər təkdə olmalıydı. Uzlaşma pozulmayıbdır. Yaxşı mı uşaqlar? Bu da əslində asandır. Əvvəl də demişdik bunu. Sonra qrammatik norma bir də nə zaman pozular? Cümlədə mübtəda, xəbər, yəni cümlə üzvlərinin yeri dəyişərsə, yəni inversiyanın olması da qrammatik normanın pozulmasıdır. Baxın, məsələn, qardaşım Həsəni məktəbin həyətinə çağırdım. Bax, bu artıq doğrudur. Zəflik əsasən xəbərə aid olur. Bax, nə etdim, çağırdım. Kimi? Həsəni. Hansı Həsəni? Qardaşım Həsəni. Haraya? Məktəbin həyətinə. Görürsünüz, bu xəbərə aiddir, onun yanında işlənib, doğrudur.
Təyin-dəki mübtədanın əvvəlində əsasən ismi xəbərin və ya mübtədanın əvvəlində işlənir. Buna görə doğrudur. Deməli, əgər bunlar fərqli verilərsə, dedik ki, məsələn, təyini durub zaten feilin yanında verirsə, bu təyinlikdən çıxar. Feilin yanında verilsə, xəbər demirəm, bəzən ismi xəbərində yanında verilə bilər də, gözəl qızdır deyə bilərsən. Bu zaman dedik, fərqli olarsa zıtlaşma pozular. Sonra eyni sözün təkrarından əmələ gələn mürəkkəb sifətlərdə qayda nədir? Yanında olan isim cəmdə olmalıdır. Məsələn, şirin-şirin almalar olmalıdır, körpə-körpə uşaqlar olmalıdır. Əgər uşaq və ya alma deyib təkdə verilərsə, bundan sonra qrammatik norma pozulur. Sonra bir çox bir sıradan sonra isim tək cəmdə olmalıdır sadəcə, təkdə olarsa qrammatik norma pozulur. Vəssalam, inversiya baş verərsə, xəbər mübtədadan önə keçərsə, yenə də qrammatik norma pozulur. Oldu mu uşaqlar? Görürsünüz nə qədər yeri var pozulma. Vəssalam. Bu qədər. İndi vasitəli, vasitəsizlik və durğu işarələrini də izah eləyəcəm sizə. O da çox deyil. Bir 15 dəqiqəlik bir dərsdir uşaqlar. Zəhmət olmasa onu da bir dinləyək. Həmən buna niyə çıxdım ki? Bununla da artıq mövzularımız inşallah ki bitəcək. Çox deyil, bir 15 uzağı 20 dəqiqə, heç 20 dəqiqə çəkməz. Az bir dərsdir. Çünki durğu işarələrində yadınıza salacağım əsas məqamları. Məsələn. Gəldik vasitəli, vasitəsiz nitqə. Deməli uşaqlar, İlk öncə vasitəsiz nitqdən danışacağım, sonra vasitəlikdən danışarıq. Mən görüm bunu götürə bilirəm mi? Bu tərəfə gəlsin. Deməli uşaqlar, vasitəsiz nitq nədir? Məsələn, tutaq ki, uşaqlar, siz bir yerdə oturmuşsunuz. Kimsə sizə bir söz deyib, məsələn, müəllim. Mən də gəlmişəm, o sözü sizə çatdırıram. Bu çatdıran mən oluram müəllif. Oldu mu? Bu sözü deyən adam, müəllifəm mən. Amma çatdırdığım o adamın əsas ki o söz var, o söz olacaq vasitəsiz nitq. Yəni, başqasının nitqini olduğu kimi çatdırıramsa, heç bir nöqtə vergülündə belə, hərfində belə dəyişiklik etmirəmsə, bu vasitəsiz nitqdir. Yəni, çatdıranda heç bir vasitədən istifadə etmirəm deməkdir. Amma başqasının nitqini, məzmununu saxlayıb, hərfini, nə bilim, şəkilçisini, nəyinisə dəyişirəmsə, bu olacaq vasitəli nitq, uşaqlar. Yəni, burada özümün qatdığım bir şeylər oldu deməkdir. Demək ki, burada yadda saxlayın ki, vasitəsiz nitq işarə olunacaq. Vasitəsiz nitqdə gəlib bu sözü deyənin, müəllifin sözləri böyük M-lə işarə olunur. Başqasının sözü olan bu vasitəsiz nitq isə böyük V ilə işarə olunur. Məsələn, mən gəlib sizə deyirəm ki, müəllim dedi, unutmayın, sabah imtahandır. Müəllim elə bu şəkildə deyibdir. Müəllim dedi olacaq M qoşa nöqtə, dırnağı açırıq və əsasən vasitəsiz nitqin sözləri dırnaq daxilində verilir. Amma dialoq şəklində veriləndə dırnaqlar atılır, sadəcə bu vasitəsiz nitqin əvvəlində tire verilir uşaqlar. Baxın, bura bir dənə baxın. Bir var, müəllim dedi, hər kəs istədiyi ixtisası seçməlidir. Bu, müəllif təhkiyəsinə daxildir deyə ardıcıl davam edir və burada dırnaqdan istifadə elədik. Amma dialoq forması olanda tire ilə verildi. Müəllim dedi, altdan tire, hər kəs istədiyi ixtisası seçməlidir. Gördünüzmü? Bu artıq olacaq vasitəsiz nitq, uşaqlar. Və cümləyə də baxıb, onun bu sxemini özümüz rahat müəyyən eləyə bilirik. Buna görə bu sxem hansı formalarda verilə bilər bizə? Baxın, birinci formadır, bayaq dediyim, müəllifin sözlərindən sonra gələr vasitəsiz nitq. Məsələn, o dedi, M qoşa nöqtə, dırnağı açırıq və başlamaq üçün mükəmməl olmasan da, mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən. Dırnağı bağlayırıq, nöqtəni qoyuruq. Yəni, V dırnağı bağladıq, nöqtəni qoyduq. Sonra ikinci forması bəzən vasitəsiz nitq müəllifin sözlərindən əvvəl də gələ bilər. Məsələn, bu qılınc dünyanın ən möhkəm metalından hazırlanıb deyə Cəngavər cavab verdi. Burada dırnağı açırıq.
Bu qılınc dünyanın ən möhkəm metalından hazırlanır. V-ni yazırıq, dırnağı bağlayırıq. M müəllifin sözləri sonra gəlir deyə cəngavər cavab verdi. O artıq mənim sözümdür də, müəllifin sözüdür. Vergül, tire, M və nöqtə qoyacağıq uşaqlar. Daha sonra nə vaxt gələcəksən deyə atası soruşdu. Nə vaxt gələcəksən dırnaqda? Bir də burada nəyə diqqət eləyin? Əgər sual cümləsidirsə, vergül yerinə sualdan istifadə olunur. Burada diqqət eləyin, burada dırnaqdan sonra vergül gəldi. Elə heç bir şey yoxdur deyə, nəqli cümlədir deyə. Amma sual cümlələrində, əgər burada sual işarəsi varsa, dırnağı bağlayıb sadəcə tire qoyuruq uşaqlar. Yaxşı. Sonra müəllifin sözlərinin arasında da gələ bilər vasitəsiz nitq. Baxın, məsələn, bu üçüncü. Müəllim sinifə daxil olub, öncə, məsələn, mən gəlib sizə deyirəm ki, ay uşaqlar, müəllim sinifə daxil olub, öncə yeni mövzu keçəcəm dedi. Deyəndə, müəllim sinifə daxil olub, dedi demək istəyir də. Sadəcə bu dedi ilə daxil olub, öz cümləsini parçaladı, ortasında vasitəsiz diqqi verdi. Məsələn, müəllim sinifə daxil olub, olacaq böyük hərflə M qoşa nöqtə. Dırnağı açırıq. Öncə yeni mövzu keçəcəyəm. Dırnağı bağlayırıq. Vergül, tire, M nöqtə. Gördünüz, vasitəsiz nitq müəllifin sözlərinin arasında gəldi. Öncə yeni mövzu keçəcəyəm. Dedi. Dedi olacaq bizim evimiz. Yəni müəllifin sözləri, sözü. Sonra keçirik uşaqlar dördüncüyə. Müəllifin sözlərindən əvvəl və sonra gələ bilər vasitəsiz nitq. Yəni bu zamanda müəllifin sözü dedi, düşündü, nə bilim formasında işlənə bilər. Və əsasən müəllifin sözləri nitq və təfəkkür feilləri ilə bitir. Söylədi, dedi, yazdı kimi. Yazdı yox, çox üzr istəyirəm. Söylədi, dedi, düşündü kimi nitq və təfəkkür feillərindən bitir. Yazdı iş feilidir. Sonra, məsələn, bu kitab sənindir dedim, qardaşın göndərib. Bax, bu kitab sənindir, qardaşın göndərib. Məsələn, indi də məsələn, sən bu sözü demisən ki, get ona deyək ki, bu kitab sənindir, qardaşın göndərib. Mən Ecev ona vermişəm, necə saat deyirəm ki, bu kitab sənindir dedim, qardaşın göndərib. Yəni, sənin dediyin cümləni ortada dedim deyirəm. Başa düşdükmü? Demək ki, burada dırnağı açırıq. Bu kitab sənindir və dedim hissəsi vergül, tire, M. Yenə vergül, tire, V dırnağı bağlayırıq. Yadda saxlayın. Müəllifin sözləri ortada gələndə dedi, söylədi, düşündü kimi. Onun hər iki tərəfindən vergül, tire qoyuruq. Yaxşı. Dedi olanda birinci hər iki tərəfdən vergül, tire var. Bu kitab sənindir. Vergül, tire. Vergül qoyuruq ki, davam edir. Tire qoyuruq müəllifin sözünə görə. M. Yenə davam edir deyə vasitəsilik. Vergül, tire, V dırnağı da bağlayırıq sonra. Sonra müəllifin nitqi ilə vasitəsiz nitq növbələşə də bilər MV, MV formasında. İndi gələk buna baxaq. Baxın, növbələşir. Mövlana Cəmaləddin taxta yaxınlaşıb, şah sağ olsun dedi. Vəziyyətdən çıxış yolunu bilirəm deyəndə, bax, Mövlana Cəmaləddin taxta yaxınlaşıb, M, qoşa nöqtə. Dırnağı açırıq. Şah sağ olsun dedi olanda vergül, tire, M. Yenə vergül, tire, vəziyyətdən çıxış yolunu bilirəm, dırnağı bağlayırıq və nöqtə qoyuruq. Oldu, uşaqlar. Sonra, müəllif sözlərindən əvvəl və sonra işlənən vasitəsiz nitq ayrı-ayrı cümlələr olduqda, yadda saxlayın. Müəllifin sözlərindən əvvəl və sonra olan vasitəsiz nitq ayrı-ayrı cümlələr olduqda, yəni bir cümlənin parçalanmış halı olmadıqda, müəllifin sözündən sonra nöqtə, sonra tire qoyulur. Artıq vergül yox. Məsələn, eyni cümlənin davamı olanda biz M-dən sonra fikir verin, burada nöqtə qoyurduq. Amma fərqli cümlə olanda, məsələn, istəyirəm ki, Aydın da gəlsin dedi. Yeni ideyalar üçün məzahir gəlməlidir. Məsələn, vasitəsiz nitqin iki ayrı cümləsini deyirəm. Bu zaman istəyirəm ki, Aydın da gəlsin. Vergül, tire, M, nöqtə qoyuruq, sonra tire yazırıq. Yeni ideyalar üçün məzahirdə gəlməlidir. Yəni, bəzən belə bir forma görsəz, çaşmayın da, bilin ki, bu halda olan cümlələrdə bəli, mümkündür. Yaxşı. Sonra burada nə deyir uşaqlar? Sonra burada deyir ki, öz fikrini aydınlaşdırmaq, əsaslandırmaq, sübuta yetirməkdən ötürü gətirilən dəqiq çıxışlar olur. Məsələn, ya bu özünün bir şeirindən
Elhamdülillah. Bağışlayın. Ya özünün şeirindən nümunə ola bilər, ya da ki, başqasının bir şeirindən, ya da dediyi bir sözdən nümunə gətirirəm. Öz fikrimi aydınlaşdırmaqdan ötürü. Məsələn, deyirəm ki, Sabir demiş, nə Hüseyn Cavid demiş. Deyib onun sözündən istifadə edirəm. Bax, buna biz sitat deyəcəyik. Yəni, başqasından sitat gətirmək. Vəssalam. Və sitatlar da quruluşuna görə vasitəsiz nitqə oxşuyurlar. Durğu şairləri də vasitəsiz nitqdə olduğu kimidir və sitatlarda əsasən deməli bəzi hissələr ixtisar edilə bilər. Nətər vasitəsiz nitqdə v, onun yerinə sitatı da deyir, verə bilərik deyir. Eyni qaydadır, eyni quruluşdur deyir. Sadəcə sitatlarda bəzi hissələr ixtisarla da verilə bilər. Gəldik durğu işarələrinə. Uşaqlar, durğu işarələri əslində çox asandır. Buna ağ lövhə açacağım. Bura nəyə diqqət edin? Deməli, uşaqlar, dilimizdə hansı durğu işarələri var? Virgül var, nöqtə var, sonra nə bilim, nida var, sual işarəsi var, elə deyilmi? Tire var, ay uşaqlar. Amma defiz, yadda saxlayın, durğu işarəsi deyil. Defiz, bax yazıram adını, daha qısa olan defiz, əsasən harda özünü göstərir? Mürəkkəb sözlərin ortasında, mürəkkəb sözlərdə, bir də özünü göstərir sətirdən sətrə keçirilmədə. Sətirdən sətrə keçirmə. Bir də təbii ki, hecalarda. Amma daha böyük olan tire daha böyükdür defisə nisbətən. Tire əsasən olur dialoqlarda, yəni vasitəsiz nitqdə. Bir də bəli, vasitəli nitqdə indi deyəcəm uşaqlar, çox asandır o da, indi biləcəksiniz. Dialoqda sonra ümumiləşdirici söz, həmçinin sözlərdən sonra gələndə bilirsiniz də, məsələn, bir var deyirəm ki, hamı, qoşa nöqtə, anam, bacım, qardaşım, bacım, anam, bacım bizə gəlmişdi, məsələn, bizə gəlmiş deyirlər. Hamı, əgər burada həmçinin sözlərdən əvvəl gələrsə, qoşa nöqtə qoyulur, hamını həmçinin sözlərdən sonra görərdiksə, hamıdan qabağa tire qoyardıq. Tire bir də burada işlədilir uşaqlar. Daha sonra vergül işarəsi. Bilirsiniz ki, əsasən sadalanma intonasiyasında həmcins üzvlərinin arasında qoyulur. Harda özünü göstərir? Həmcins üzvlərdə özünü göstərir. Eyni zamanda bağlayıcıların arasında özünü göstərir. Məsələn, uşaqlar, təkrarlanan bağlayıcılar var idi. Gah, gahda, həmdə, nədə. Bunlarda ikincisindən əvvələ qoyulur. Məsələn, həm deyib, cümlə deyilir. Məsələn, bir cümlə deyilir. Sonra həm də deyib davam edir. Bu həmdədən əvvələ qoyulacaq vergül. Oldu mu? Daha sonra amma, ancaq, lakin, bax, amma, ancaq, lakin, fəqət, halbuki, nə bilim, çünki, yəni qarşılaşma bağlayıcılarıdır, səbəb bağlayıcılardır, məsələn, ona görə də. Bax, bu kimi bağlayıcılarda əsasən bunlardan əvvələ qoyulacaq uşaqlar vergül. Yəni, bağlayıcılarda vergülün işlənməsi qaydasını təkrarlayarsınız. Sonra, sual işarəsi adətən harda qoyulur? Sual cümlələrinin sonunda. Nida harda qoyulur? Nida cümlələrinin sonunda. Yüksək hiss həyəcanı ifadə edən cümlələrdə. Bir də bəzən xitablardan da sonra nida qoyula bilər. Yüksək hiss həyəcandan deyilirsə. İndi qaydaq bayaqki hissəmizə. Məsələn, burada düzdür, uzun-uzadı verib durğu işarələrini. Çox da uzun-uzadılığa ehtiyac yoxdur. Məsələn, burada deyir ki, bir var ayrıca durğu işarələri. Bunlar nöqtədir, vergüldür, nöqtəli vergüldür, iki nöqtədir. İki nöqtə nə zaman qoyulur? Yenə müəllifin sözlərindən sonra sualdır, nidadır, üç nöqtədir. Bir də var fərqləndirici durğu işarələri. Buna mən iki tire, bax belə, və yaxud da ki, iki vergül, sonra mötərizələr, dırnaqlar, bunlar fərqləndirici durğu işarələridir uşaqlar. Sonra
Tire ilə defisin fərqini də bayaq dedim ki, tire həcmcə defisdən böyükdür. Tire sintaksisdə, defis isə morfoloji anlayışdır. Defis daha çox dedik mürəkkəb sözlərdə, hecalarda, sətirdən sətrə keçmədə, tire isə dedik sintaksis bölməsində, ümumiləşdirici sözdə, dialoqda rast gəlirik. Sonra gəldik, sizə lazım olanları deyirəm, lazım olmayanlara ehtiyac yoxdur. Sonra dialoqda hər adamın danışığı yeni sətirdən verilir və yeni sətirdə də tiredən istifadə olunur. Daha sonra qəhrəman bir qızdır, başda kəlağay. Dedik ki, təyin olunandan sonra gəldikdə, məsələn, başda kəlağay bir qızdır deyəndə, burada başda kəlağay təyindir. Əgər qızdır, təyin olunan bu təyindir. Təyin olunan qız sözündən sonra gələndə burada da tire qoyulur. Sonra bax hər şey, ümumiləşdirici söz həmci cümlələrdən sonra gələndə ondan qabaq tire qoyulur. Sonra vasitəsiz nitqdə dedik, dialoq forması olanda tire qoyulur. Sonra dram əsərlərinin iştirakçıları barədə məlumat verərkən, məsələn, remark hissəsi var, uşaqlar, nə bilim, Zəhrə bəyim 60 yaşında, Məşədi İbad 50 yaşında qoca kişi. Buradakı bu işarə tiredir, defis deyil. Sonra Bakı-Şamaxı yolu, Bakı-Moskva yolu, 13-16-cı əsrlər, bunların da arasında tire qoyulur. Sonra insanların doğum-ölüm ilinin arasında olan defis deyil, tiredir. Sonra yəni müəyyən bir məsafə var da, ona görə tire qoyulur burada. Yəni defis o deməkdir ki, sadəcə mürəkkəb sözdür, onu bərabər demək üçün işlədilən bir şeydir. Sonra müharibələr arası, yenə burada rəqəmlər var deyə burada tiredir. Sonra Şuşa, sonra ara cümlə olur, bəzən olan, məsələn, Şuşa əsası 13-cü əsrdə qoyulmuşdur, milli mədəniyyətimizə məşhur sənətçilərə bəxş edir. Bax, bu əsası 13-cü əsrdə qoyulmuşdur, bu ara cümlədir. Bunların arasında da tiredən deməli istifadə olunur. Sonra İran-İraq müharibəsi tiredir burada. Defis isə dediyi sətirdən sətrə keçirərkən hecalarda, şəkilçilərin əvvəlində, sonra 9-cu, 3-cü cücülərin əvvəlində olan defisdir. Sonra qram kalori, kiloqram metr, bu kimi mürəkkəb sözlərin ortasında olan defisdir. Sonra cənub-qərb, cənub-şərq, bu da defisdir. Şimal-qərb defisdir. Ona görə bunlar da əslində mürəkkəb söz sayılırlar uşaqlar. Sonra kafe, restoran, suvarma, meliorasiya, alim, geolog, bu da defisdir. Sonra bax, maşınlarda olan bu qaz 51 məsələn, o arada olan işarələr defisdir, tire deyil. Sonra qısaltmaların arasında olanlar defisdir. Sonra Bayatı Kürd, Bayatı Şiraz muğamlarının arasında olan defisdir. Oldu. Sonra nöqtəni də bilir ki, nəqli cümlələrdə və əmr cümlələrin sonunda qoyulur. Sonra bəzən adlıq cümlələrdə nöqtədən istifadə olunur dedik. Sonra dram əsərlərində iştirak edən obrazların adları abzasdan yazılarsa, bu zaman ondan sonra deyir nöqtədən istifadə edilir. Sonra qoşa nöqtə dedik və imza, bax, bunlar da işlədilə bilər. Ümumiləşdirici söz həmci sözlərdən əvvəl gələndə işlədilə bilər. Sonra müəllifin sözlərindən sonra işlədilir, bilirsiniz. Qalanlara o qədər də ehtiyac yoxdur, ay uşaqlar, sizə əsas verir, deyir, şərlərini düzəldim, bir iki dənə cümlə verir, cümlənin içərisində vergülü, treni, nə bilim, dırnağı tapırsınız. Əsasən də bu vasitəsinin ilk formasında verilir. Ona görə də qorxmayın. Sonra xırdalıqlara uşaqlara ehtiyac yoxdur. Mən dediklərimi öyrənin, yetərlidir. Tamam. Mən kaydı durdurum. Sağ olun, gələn dərs görüşərik. Siz getməyin. Sadəcə kaydda saxlayıram.